Bizim də həyatımız gedəcək. 10 il, 15 il, 20 il, 30 il. Amma bu ölkədə heç nə dəyişmir də. Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlıya 12 il həbs cəzası verilib. Martın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Azər Qasımlı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. Dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif eləmişdi. Azər Qasımlı ittihamları rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir. Prosesdə son sözünü deyən Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib. Stat: "Bu işdə mən yeganə zərər çəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib." Statın sonu. Azər Qasımlının həyat yoldaşı Samir Qasımlı hesab edir ki, bugünkü qərar əslində cəmiyyət üçün çıxarılan bir hökmdür. Hakimiyyət onu tənqid edən, hətta Azər Qasımlı kimi təmiz insanları, ləyaqətli insanları gözünü qırpmadan belə azadlıqdan məhrum edir. Onların həyatını baltalayır. Hakimiyyət bununla bütün cəmiyyətə nümayiş etdirir və bütün bütün cəmiyyətə göstərmək istəyir ki, kim ki ona qarşı çıxacaq, kim ki onu tənqid edəcək, bu idarəetməni tənqid edəcək, Azər Qasımlı kimi onun aqibətini yaşayacaq. Azər Qasımlı 2024-cü ilin dekabrının həbsdədir. İş materiallarına görə onunla Qurbanəli Yusufov arasında kriptovalyuta birjasında yatırılan vəsaitlə bağlı mübahisə yaranıb. Qasımlı 20.000 dollar ziyana düşdüyünü bildirərək məsələni məhkəməyə çıxarıb. Mingəçevir şəhər məhkəməsi vəsaitin Qasımlıya ödənilməsi barədə qərar versə də, Şəki Apellyasiya məhkəməsi bu qərarı ləğv edib və işin kommersiya məhkəməsində baxılmalı olduğunu bildirib. Sonradan kommersiya məhkəməsi Qasımlının əleyhinə qərar çıxarıb. Hazırda mübahisə ilə bağlı iş Ali Məhkəmənin icraatındadır. Azərbaycanda söz azadlığı yoxdur, Azərbaycanda demokratiya yoxdur.